Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz. Bunu Milli Məclisdə Komitələrin Birgə iclasında İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov deyib. O bildirib ki, əmək haqlarına tətbiq edilən vergi güzəştlərinin ləğv edilməsindən söhbət getmir. Dünyanın hər yerində vergi güzəştləri müəyyən ediləndə müddətli olur. Vergi güzəştinin bu növü üzrə də 7 il müəyyən olunmuşdu müddət və bu müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni bir növü gətirilir. Yəni bu adamlara, yəni 2500 manata qədər əmək haqqı alan adamlara bu 14% olmalıydı. Gələn ildən bu 3% olacaq. Mənə belə gəlir ki, Azərbaycanda 2500 manat əmək haqqı alan insanların sayı kifayət qədər çoxdur və 3% də o qədər də böyük məbləğ deyil. Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev isə bildirib ki, gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri üzrə 8 milyard manatdan çox vəsait nəzərdə tutulub. Millət vəkili həmin vəsaitin xərclənəcəyi istiqamətləri də açıqlayıb. Bugün regionda və dünyada müşahidə etdiyimiz proseslər göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi sahə ilə məhdudlaşmır. O, həm də informasiya müharibələrinə, kiber təhlükəsizliyə, sərhəd mühafizəsinə, ictimai sabitliyin qorunmasına və fövqəladə hallara operativ reaksiya vermək bacarığına əsaslanır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və köç prosesi geniş vüsət aldığına görə həmin ərazilərin minalardan təmizlənməsi, hüquq mühafizə infrastrukturlarının yaradılması, insanların təhlükəsizliyi, həm də dövlətin sosial məsuliyyətinin məsələləridir. İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva isə hərbiçi qulluqçulara ödənilən pul kompensasiyası və müavinətlərlə bağlı təkliflər irəli sürüb. Bildirilib ki, onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına ehtiyac var. Onların uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da vacibdir. Ombudsman həmçinin ictimai nəqliyyatda bəzi şəxslərə güzəşt olunmasını da təklif edib. Xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması. Ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı digər çalışma və köməkçi vasitələrdən geniş istifadəsi nəzərə alınmaqla bu vasitələrin komplekt şəkildə şagirdlərə verilməsi çox müsbət hal olardı və şagirdlərə həmin vasitələrin dövlət hesabına verilməsi nəzərdən keçirilməlidir. Orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılması olduqca zəruridir. Maliyyə naziri Sahil Babayev isə vurğulayıb ki, gələn ilin dövlət büdcəsində 57% icmal büdcənin 63% qeyri-neft gəlirləri hesabına ödəniləcək. Sevinç Vaqif qızı, Vüsal Hüseynov, Elbrus Kərimli, Xəzər xəbər.